Son zamanlar yerli olan şirkətlərin istehsal etdiyi məhsullar artıq beynəlxalq bazarlara çıxmaq başlayıblar və açığı mənə bu çox xoş bir haldır ki, bizim olan dediyim kimi məhsullar beynəlxalq bazarlara artıq satışa çıxırlar. Eyni zamanda həmin bu şirkətlərin beynəlxalq bazarlara çıxmaq üçün faktiki olaraq düz yolu artıq seçərək bu beynəlxalq bazarlara mallarını göndərir. Düz yolu nədir? Bəlkə də bu satışla, idxalla, ixracla bağlı deyil, sırf əmtəə nişanın həmin o ölkədə qeydiyyata alınması. Əvvəlcədən həmin o bazara getməmişdən qabaq, onlar öz əmtəə nişanı hüququnu qoruyurlar və orada artıq satışını başlayan zaman tam hüquqlar onlara məxsusdur. Onunla bağlı açığı mən tövsiyə eləmək istədim ki, bunu nəzərə alaraq qeyd eləmək istədim ki, hər hansı bir Azərbaycan yerli olan şirkət öz məhsulunu beynəlxalq bazarlara çıxartmaq istəyirsənsə, o halda tövsiyə edərdim ki, mütləq şəkildə ilk öncə həmin o əmtəə nişanın, həmin o bazarda harda ki planlarınız var ki, artıq satışa başlama, qeydiyyatdan keçirməyinizi məsləhət edərdim.